Təsəvvür edin ki, bir rəsmin yalnız kiçik bir hissəsinə baxırsınız və onun nə olduğunu başa düşmürsünüz. Amma bütün rəsmi görəndə hər şey aydın olur. İndi görəcəyiniz, eşidəcəyiniz idiom da məhz eyni fikri, bu fikri ifadə edir. Yəni detallara ilişib qalma, ümumi mənanı gör. Bu idiom belə səslənir: The bigger picture, the bigger picture. The bigger picture bir məsələni yalnız xırda detallara görə yox, ümumi vəziyyətə, uzun müddətli nəticələrə və geniş kontekstə baxaraq dəyərləndirmək deməkdir. Yəni bir addım geri çəkilib bütöv mənzərəni görmək. Məsələn, demək istəyirəm ki, bir imtahandan kəsilmək uğursuz olduğun demək deyil. Sən böyük mənzərəyə bax. Yəni nəticəyə bax. Nəticədə nə oldu? Sən öyrənirsən, inkişaf edirsən. İmtahandan kəsilmək, imtahanı verə bilməmək fail exam deməkdir. İndi burada cümlə şəklində bir imtahandan kəsilmək, failing one exam demək deyil, doesn't mean, o demək deyil yəni. Sən uğursuzsan və ya sənin uğursuz olduğun your failure. Nəticəyə bax və ya böyük mənzərəyə bax bu idiomdakı mənasına görə look at the bigger picture. Sən öyrənirsən, you're learning, böyüyürsən, inkişaf edirsən, growing and improving. And here goes my question about this idiom. Have you ever worried about something small and later realized you forgot the bigger picture? Tell me in the comments.